Hər kəsə salam. Dövlət İmtahan Mərkəzinin 10-cu sinif testindən kurikulum bölməsinin suallarına baxırıq. Birinci mövzu funksiyalar bölməsi. Birinci sual. N'in hansı qiymətlərində fx bərabərdir 3x plus 4 və jx bərabərdir 2x plus n kvadrat minus 2 funksiyaları üçün f(jx) bərabərdir j(fx) bərabərliyi doğrular. Birinci mən f(jx)-i tapmışam, yəni f'in x-inin yerində gətirib j-nin funksiyasını yazmışam. Yəni 3 vuraq bu 2x plus n kvadrat minus 2 üstə gələk 4. Bunu sadələşdirmişəm, almışam 6x plus 3n kvadrat minus 2 və j(f)-i də tapanda j-nin deməli x-inin yerinə gətirib bu f funksiyamı yazmışam. Yəni 2 vuraq bu x-in yerinə yazmışam 3x plus 4. Üstə gələk n kvadrat minus 2. Bunu da sadələşdirəndə almışam 6x üstə gəl n kvadrat plus 6. Məndən bu ikisinin bərabərliyini istəyir. Deməli mən bununla bunu bərabərləşdirib n-i tapa bilərəm. Bunu bərabərləşdirmişəm, sadələşdirmə aparmışam, n bərabərdir plus minus 2. İkinci sual. K və B-yə müəyyən qiymətlər verməklə klasteri doldurun. 1. Fx bərabərdir kx plus b. Bu xətti funksiyadır. Deməli, burada deyir ki, bir artan funksiya olsun. Biz də bilirik ki, xətti funksiya k böyükdür 0 olduqda artan olur. Ona görə də k bərabərdir, məsələn, istənilən müsbət ədəd yazmaq olar. 4, 5, 6, indi mən 3 yazmışam. B də olsun, ixtiyari bir dənə 1. Olur onda k3, B1 olanda artan. Azalan olanda k sıfırdan kiçik olmalıdır. Yəni, istənilən mənfi ədəddir, mənfi tam ədədləri yazmaq olar. Yəni, mənfi 5, mənfi 4, mənfi 3, tam ədəd olması başqa, istənilən mənfi ədədi yaz. Bu azalan olacaq. Yəni, k sıfırdan kiçik olmaq şərti ilə. Mən yenə mənfi 3 yazmışam, buna uyğun. B-yə də 2 verək. Sonra sabit funksiyada k bərabər 0 olmalıdır. B də istənilən qiymət. B bərabərdir, məsələn, 4. Sonra 3. Fx funksiyasının qrafikinə əsasən deyir ki, cədvəli doldurun. Birinci baxaq, deyir təyin oblastı. Təyin oblast biz bilirik, yəni funksiyada x-in ala biləcəyi qiymətlərdir. Yəni x də burada mənfi 5-dən 9-a qədər qrafikə fikir versək, yəni mənfi 5-dən 9-a qədər qiymətlər alır. Sonra qiymətlər çoxluğu y-in ala biləcək. Y görsək ki, mənfi 3-dən 4-ə qədər, amma 4 daxildir, mənfi 3 yox, çünki burada boş qoyublar. Sonra artma aralığı, yəni artma aralığına baxsaq, bu mənfi 2-dən 5-ə qədərdir. Yəni funksiya bu aralıqda qrafikdə artır. Sonra artma aralığı, sonra gəlir maksimum nöqtəsi, bir də qiyməti. X 5 olanda y 4 olub. Yəni x-in maksimum nöqtəsi 5, x bər m 5-dir, y də ona uyğun 4 olub. Sonra sıfırları x oxunu kəsdiyi nöqtələrdir. Mənfi 4, 1, 8-dir. Müsbət qiymət aldığı aralıq isə 1-dən 8-ə qədərdir, bir də mənfi 5-dən mənfi 4-ə qədərdir. Deməli, üçüncü sual bu qədər. Keçəyin növbəti, deməli, dördüncü suala. Dördüncü sualda deyir, qrafiki verilmiş xətti funksiyanın tərs funksiyasını yazın və qrafikini eyni koordinat sistemində qurun. Bu qrafik, bax, bizə verilib. Bu verilən qrafikdir. Və bu, biz bilirik ki, bu xətti funksiyanın qrafikidir. Və xətti funksiyanın qrafikinə əsasən biz bilirik ki, kx plus b-də b funksiyanın qrafikinin y oxuna hansı nöqtədə kəsirsə onu bildirir. Yəni, burada y 6-dırsa, deməli, mənim b-im 6-dır. B 6-dırsa, onda x mənfi 3 olanda y 0-dır. Eləmi? Mənfi 3 0-dır çünki bu nöqtənin koordinatları. Onda x-in yerinə mənfi 3 yazsam, b-ni də 6 tapmışam. K vuraq mənfi 3 üstə gəl 6 0, sadələşdirmə aparıb k-nı 2 tapıram. Onda bax, bu qrafiklə verilmiş funksiya y bərabərdir 2x plus 6-dır. Buna uyğun bunun tərs funksiyasını yazsam, yəni 2x bərabər y minus 6, y-lə x-in yerini dəyişmişəm. Sonra da y tapmışam, y bərabər 2-də 1 x minus 3. Buradan da 2-də 1 x minus 3. Mənfi 3 yenə b-dir burada. Yəni y mənfi 3-də keçəcək, bu nöqtə mənfi 3 nöqtəsidir. Mənfi 3. Aha. Sonra deməli buradan y 0 olanda da x 6 olur. X nöqtəsində 6 nöqtəsində kəsir. Onda funksiyanın qrafiki bax bu cür olur. Sonra tərsini yazdıq, bir də qrafikini də qurduq. Sonra 5 funksiyalara uyğun rəqəmləri Euler-Venn diaqramında deyir qeyd eləyin. 1. Fx bərabərdir kök altında x kvadrat plus 4x plus 9-dur. Bu verilib 6-ya qədər belə bir funksiyalar və bir A deməli diaqramında DF-i, yəni təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluq olmalıdır. B-də isə YF-i, yəni qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğu olmalıdır. Gəlin birinciyə baxaq. 1. Bu x kvadrat plus 4x plus 9 deyil. Burada deməli bunun bu kökün altındadırsa, deməli bu sıfırdan böyük bərabərdir. Bunun diskriminantı sıfırdan kiçikdir. Və biz bilirik ki, kvadratik funksiyada d sıfırdan kiçik və a sıfırdan böyükdürsə, yəni x kvadratın qabağındakı sıfırdan böyüksə, bu x-in istənilən qiymətində müsbət ədəddir. Ona görə də
Bu böyük düz sıfır şeyi df bunun mənfi sonsuzluqdan müsbət sonsuzluğa bu doğrudur. Sonra bunun y'fini tapsam, bunu ayırsam x plus 2 plus 5'dir. Y'fi də deməli a sıfırdan böyük olur kök altında 5'dən müsbət sonsuzluğa qədər. Yəni n müsbət sonsuzluq, n də kökün altında ona görə kök altında 5 müsbət sonsuzluq olur. Onda deməli 1 aiddir a'ya. Yəni yalnız a'ya aiddir. Yəni bizdə bir dənə df mənfi sonsuzluqdan müsbət sonsuzluğa çıxdı. 2. Sonra ikincidə yazıb fx bərabərdir 3x plus 8. Bunun y'fi də, df'i də mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. Bu xətti funksiyadır. Sonra 3 kök altında x plus 6'dır. Bu sıfırdan böyük bərabər olmalıdır. Yəni mənfi 6'dan. Bunun df'i olur mənfi 6'dan müsbət sonsuzluğa. Y'fi də yəni bu burada 0 müsbət sonsuzluq olur. Yəni bu 3 belə baxanda heç birinə aid deyil. Bir də bu 2 artıq ortaq olur. Bunun həm df həm y'fi şeydir. Sonra 4 fx bərabər modul x plus 8 funksiyasına baxsaq, bunun df'i mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Y'fi də 8-dən müsbət sonsuzluğadır. Onda bu da 4 də a'ya aiddir. Sonra 5'də fx bərabər x kubu plus 6'dır. Bunun da df'i mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Y'f də yeni qiymətlərdəndir. Onda deməli 5 ortaqdır. 6'da da kök altında 3-cü dərəcədən x plus 6'dır. Bunun da y'fi də df'i də mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Ona görə o da yəni 2 5 6'dır. 1 4 yalnız a'ya aiddir. Yalnız y'fi y'fi elə bir ki mənfi sonsuzluqdan müsbət sonsuzluğa olan yoxdur. Yəni tək b-yə gedən heç nə olmur. Sonra 6-cı sualda deyir tinc satışı ilə məşğul olan şirkət tinclərin satışı üçün kampaniya təşkil edir. Verilən tx funksiyası satılan tinclərin x sayından asılılıq olaraq ödənilən məbləği manatla göstərir. Buna uyğun olaraq doğru olan ifadələri belə bir işarə deyir. Elə qeyd eləmək lazımdır, yəni qabaqlarına. Bu 4 dənə ifadə verilib. Birinciyə deyir ki 60 ədəd. Deməli tinc alan alıcı 180 manat ödəməlidir. Eləmi? 180 manat ödəməlidirsə bu düzdür. Çünki 60 ədəd tinc alıbsa bu adam, bu deməli bu üçüncüyə aid eləsək, bu 3x, burada da x böyükdür bərabərdir 60 daxil. Yəni 60 daxildir. 3'ü 60'a vursam bu 180 eləyir də, bu düzdür. 2 20 ədəd tinc alan alıcı 100 manat ödəməlidir. Bu səhvdir. Çünki 20 daxil olan şey bu ikinci funksiyaya aid olur. Birinci çünki 20 daxil deyil burada. İkinciyə aiddir. Burada 20 tincə 4x-dən hesablayan 80 manat ödəməlidir, amma burada 100 manat yazıb. Sonra üçüncü 80 manat ödəyən alıcı ən az çoxu 17 tinci alıb. Bu da düzgün deyil. Dördüncü 16 ədəd, deməli 17 ədəd tinci alıb 80 manat ödəyibsə bu bura aiddir. Bu da 5x-dən götürəndə bu 17 eləmir. Amma 16 ədəd tinci alan alıcı 80 manat ödəməlidir. Bu düzdür. Bunu deməli bura götürmək olar. Ona görə 1 ilə 4 düzdür. Yəni 1 ilə 4-ün qabağında bu işarələri yazmaq lazımdır. Sonra 7 uyğunluğu oxlarla göstərin. 1 x kvadrat plus 8x bu nə tək nə cüt funksiyadır. 8 böl x tək funksiyadır. Sonra 3x kubu plus x tək funksiyadır. Sonra x plus 4 kök altında nə tək nə cüt funksiyadır. X kvadrat plus 8 isə cüt funksiyadır. Sonra situasiya bölməsində orada deməli ipdən tullanan uşağın şəkili var. İndi burada mən məsələnin şərti deyir ki, ip üzərindən hoppanaraq məşq edən zaman Nihadın başı və ayağı ipə toxunmur. İp yer səthinə ən yaxın olduqda y bərabərdə 10^1 x kvadrat çıx 4x plus 6 funksiyasının qrafikinə uyğun şəkil alır. Vahid bölgü olaraq 1 metr apsis oxuyu yer səthi üzərində qəbul edilir. 1. İp ilə yer arasında ən qısa məsafə nə qədərdir? Bu funksiyanın mənim y bərabərdə 10^1 x kvadrat çıx 4x plus 6 deyil. Onda deməli bu kvadratik funksiyanın qrafikidir. Elə bu yer səthi bu x oxudur. Bu yerlə bunun arasında olan, yəni bu funksiyanın deməli ən kiçik qiyməti, yəni n-in tapılmasından müəyyən olunur. Mən də buna uyğun n-i tapmışam. Bu 0,2 verir. Yəni bax buradan bura qədər olan məsafə 0,2-dir. Sonra deməli yəni n-də bu 4ac minus b kvadrat bölünsün 4a düsturundan əsasən tapılır. N-i tapdım, yəni 0,2. Sonra keçən növbəti 9. İpin ən aşağı vəziyyətinə simmetrik olaraq Nihadın başı üzərində olduqda yer ilə ip arasında olan hündürlük 2,1 metr olur. İpin bu formasına uyğun olaraq kvadrat funksiyanı y bərabərdir ax minus m-in kvadratı üstə gəl n şəklində yazın. Yəni bu ipin başı üzərində olanda, yəni qollar aşağı olur kvadratik funksiyanın, qrafikinin aşağıdır. Buradan bura qədər olan məsafə 2,1-dir. Bu da n-ə uyğundur da, yəni n-dir. Yəni burada bu x minus m üstə gəl n-də bax bu n 2,1-dir. Sonra
Mənim funksiyam belədir. Bundan mən m-i taparam. Yəni bu m-i. M də mənfi 1 bölü 2 düsturundandır. O 2-dirsə, onda n də 2,1-dir. Onda funksiya mənfi 10,1, çünki aşağıdır qollar. X çıxaq 2-nin kvadratı üstəgəl 2,1. Fırlanma zamanı ipin yerdən ən uzaq məsafəsi ilə yerə ən yaxın olan nöqtəsi arasında məsafəni tap. Ən uzaq nöqtə 2,1-dir verib. Ən aşağında bayaq, deməli 8-ci sualda tapdıq 0,2 qollar yuxarı olanda məsafə. Demək 2,1-dən 0,2-ni çıxsam cavab 1,9. B variantı A-nın hansı qiymətində y bərabərdir A kök altında x minus 4 üstəgəl A kvadrat plus 4A funksiyasının qiymətlər çoxluğu 21 müsbət sonsuzluq olar. Deməli, burada x 4-dən böyük qiymətlər alır və x 4 olanda bu qiymətlər çoxluğu olur A kvadrat plus 4A. O da 21 olduğuna görə yaza bilərəm. Bunda A kvadrat plus 4A bərabərdir 21-ə. Bunu yəni keçsəm kvadrat tənliyi alıram. A 3 bir də mənfi 7 olar. Bu mənfi 7 boş çoxluqdur. Yəni mənfi 7 qoyanda bu ödəmir. Ona görə A-nın 3 qiymətində. Deməli, 2 klasteri doldurun. 1 fx bərabər 2x plus 3-dür. Fx-i deyirsə, x-in yerinə gətirib bu 2x plus 3-ü yazmaq lazımdır. Buradakı x-in yerinə. Yəni 2 vuraq 2x plus 3, üstə gəlir 3. Olur 4x plus 9. Sonra fjx deyirsə, f-dəki bu x-in yerinə bax, bu jx funksiyasını yazıram. Sadələşdirəndə olur 2x kvadrat plus 9. Jfx deyirsə, bu x-in yerinə bax, bunu yazıram. Sadələşdirirəm, alıram 4x kvadrat plus 12x plus 12. Deməli, ikinci sual bu qədər. Keçəyin növbəti üçüncü suala. Üçüncü sualda deyir ki, üçüncü sualda fx funksiyası tək olarsa qrafiki tamamlayın. Bax, grafikin bura qədər olan hissəsi verilib. Bizdən buranı tamamlamaq lazımdır. Biz bilirik ki, tək funksiya koordinat başlanğıcına nəzərən simmetrikdir. Onda mən bu nöqtə mənfi 3, 7-dirsə, koordinat başlanğıcına nəzərən simmetriyada bu köçür 3 mənfi 7-yə. Buranın da koordinatları mənfi 6, 4-dürsə, onda bu da 6 mənfi 4 olur. Onda bu nöqtələri qoyub birləşdirib xətti çəkirəm, funksiyanın qrafiki belə olur. Sonra 4 sıfırdan fərqli funksiyalar üçün boşluqlara tək və cüt yazmaqla cümlələri tamamlayın. Cüt funksiya ilə boşluq yazılıb orada. Tək funksiyanın cəmi nə tək nə cüt funksiyadır. 2 tək funksiyanın hasili cüt funksiyadır. Cüt funksiya ilə cüt funksiyanın cəmi cüt funksiyadır. Yəni tək, cüt, cüt. 5A ilə qrafiki 1-ci rübdə, B ilə qrafiki 3-cü rübdə yerləşən funksiyalar çoxluğu işarə edilib. Funksiyalara uyğun rəqəmləri Euler-Venn diaqramına görə yazmaq lazımdır. 1. Fx bərabərdir kök altında x. Bu kök altında x-in təbii ki, qrafiki 1-ci rübdədir. Ona görə olur A-ya. 2. Fx bərabər mənfi kök altında da mənfi x. Bu amma 3-cü rübə düşür. Bu 2-yə aiddir. Bu deməli 3-cü ortaqdır. Həm yəni bunun qrafiki həm 3-dən həm 1-dən keçir, amma 4-cü A-ya aiddir. Sonra 5-ci sual bu qədər. Keçəyin növbəti, deməli 6-cı suala, 6 buradadır. Koordinat sistemində kongruent romblar verilib. Birinci rombun iki qonşu tərəfindən keçən şualar y bərabər mənfi 2x minus modulda x minus 1 plus 4 funksiyasının qrafikinə uyğundur. A-da deyir ki, 4-cü rombun A təpəsindən çıxan şualara uyğun funksiyanın düsturunu yazın. A-nın A təpəsindən çıxan. Onda A təpəsindən çıxarsa, onda A-da elə bir ki, x-ə mən orada elə bir ki, hərəsini bu yoxdur, mən qiymətlərini bura 1 demişəm. Bu olur 2, 3, 4, 5, 6, 7. X 2 olanda, deməli y 6 olubsa, onda qrafik olur mənfi 2, x modulda x minus 2, üstə gəl 6. Yəni x-in yerinə 2 yazanda y 6 olur. Sonra 5-ci rombun B təpəsindən çıxan şualara uyğun funksiyanın düsturunu yazın. B təpəsi buradadır. B təpəsindən çıxan şualara da görə də x 4 olanda y 2 olur. Ona görə müsbət 2x minus 4 modulda üstə gələk 2. 7. Fx funksiyasının qrafikinin apsis oxu boyunca 2 vahid sağa ordinant oxu boyunca 2 vahid yuxarı yer dəyişməsi uyğun funksiyanın oxlarla göstərin. 1. Fx bərabərdir x kvadrat. Burada deməli, apsis oxu boyunca 2 vahid sağa, ordinatdan 2 vahid yuxarı deyirsə, onda jx bərabər olar. X minus 2-nin kvadratı üstə gəl 2. Burada x kvadrat plus 2 olarsa, bu olar x minus 2-nin kvadratı üstə gəl 2, üstə gəl 2 olduğuna görə üstə gəl 4. Deməli, burada da x plus 2-nin mötərizə kvadratı olduğuna görə olur jx bər x kvadrat plus 2. Yəni, burada çıx 2 olur, bu x kvadrat olur. Üstə gəl 2 də ordinat oxu boyunca, ona görə x kvadrat plus 2-dir. Burada da x minus 2-nin kvadratı olanında x çıx 2, çıx 2 olur. X minus 4-ün kvadratı, üstə gələk 4. Deməli, bu belə. Sonra
Gələk indi situasiya bölməsində olan. Kənan dirəkdən bayraq asmaq istəyir. O uzunluğu 5 metr olan nərdivanı dirəyə söyküyüb. Nərdivanın aşağı ucunda dirəkdən x məsafədədir. Bayraq nərdivanı yuxarı ucunda 1 metr yuxarıda yerdən f məsafədə olmalıdır. Bayrağın yerdən olan məsafəsi dedikdə bayrağın aşağı kənar yerdən olan məsafəsi başa düşülür. İndi gəlin bunun deməli həllərinə baxaq. Bu deməli bax bizim dirəkdir. Yəni bunun üstündədir bu bayraq. Buradadır. Yəni buradan bura qədər. Yəni buradan bura qədər olan məsafə 1 metrdir. Ümumi məsafə f-dir. Bayrağın yerdən məsafəsi f-in x-dən asılılıq düsturunu yazım. Buradan bura qədər məsafəyə mən x demişəm. Buradan burada y deyirəm. Onda mən buradan y-i Pifagora görə tapsam, bu kök altında 25 çıxaq x kvadratdır. Bu f-də olar, onda fx bərabərdir. Ümumi uzunluğu 1 üstəgəl y-dir. Y-in də qiyməti budursa, onda olur 1 üstəgəl kök altında 25 çıxaq x kvadrat. Sonra 9. Bayrağın yerdən hündürlüyü ən böyük mümkün tam ədədlə ifadə olunarsa, nərdivanın aşağı ucundan dirəkdən olan məsafəni tapın. Ən böyük tam ədədlər, yəni burada x 5 olmalıdır. Hüseynən, çünki bunun kök altındadır axı. Onda deməli x 5-dirsə, bax buradan bura deməli 5-dirsə, buradan bura qədər olan. Onda deməli buradan bura qədər olan məsafə 4 olar və məndən bir dəqiqə, burada x 5, yəni bu şeydir. Bunun ala biləcəyi ən böyük tam ədəd qiyməti olduğuna görə 5-dir. Amma burada deməli buradan bura qədər, yəni məsafə 5 olur. Bax, buradan bütöv f belə 5 olur. Yəni deyir, bayrağın yerdən hündürlüyü. Bax, bu x5 o da, buradakı yəni bu x deyil. Deyək ki, buna x1 desək, bu yəni 5. Bunu da hardan tapıram? Bu yəni bu 25 çıxar x kvadratdan. Çünki mənası olması üçün x maksimum 5 olur da. Deməli, x1 5-dirsə, onda bax, buradan, yəni bura qədər olan məsafə 5-dir. Onda y 4 olur da. Bura 1 metrdir axı. Onda mən A-onu tapmaq üçün Pifagora görə 25-dən 16 çıxaram. O da 9, ondan da 3 çıxar. 10. Bayrağın yerdən olan məsafəsi 4 metr olarsa, nərdivanın aşağı ucunun dirəkdən olan məsafəsini tapın. Burada da y deməli 3 olur. Onda A-o bərabərdir. Kök altında, yəni buradan bura qədər olan məsafə 25 çıxaq 9, o da 16, ondan da kök 4 çıxır. Bu qədər. Diqqətinizə görə çox sağ olun. Videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.